Valih baba, bax siz bu kəndin mən belə görəm ki, elə ağsaqqallarından birisiniz. Bu kənd haqqında bizə və tamaşaçılarımıza nə məlumat verə bilərsiniz? Mən bunu deyə bilirəm ki, bizim kəndin tarixi çox qədimlərdən. Qabaqca bu kənd Stans Poli deyirik. Orada yerləşmişdi. Sonra 1930-cu ildə o kənd köçdü buraya. Bu düzə, bu Poli düz deyirlər. Bax, bu Poli düzü. O zaman bizim ağsaqqallar olub, Qərib kişi olubdu. Əhmədov Qərib, bir də Omaroğlu Ali olubdu. Onlar qabaqcan köçüb gəlib, bax, bu Poli düzünə. Ondan sonra o kənd köçüb gəlib, bax, burada yerləşibdir. Coğrafi mövqeyi çox əladır, havası əladır, yaxşıdır. Mən uşaq deyiləm, xeyli yaşım var. Biləm söz nədir, məhəbbət nədir. Mənim könül adlı bir yoldaşım var. Könülsüz həyat bir viranədir. Bəsdir, kifayət eləyərmi? Mən sözün əsl mənasında bax elə bunu da gözləyirdim. Yəni bu ərazidə əgər yolunuz bura düşərsə, bax inanın ki, mən dediklərimin şahidi olacaqsınız, canlı şahidi olacaqsınız. Yəni bu ərazidə insanlar sözə, saza o qədər meyillidir, o qədər söz bilirlər, o qədər söz ehtiyatları var ki, inandırım sizi ki, adam həsəd aparır. Əsas etibarilə bunun adı olub boylu. Bu çox qədim zamanlardan Molla Vəli Vidadiyi yəqin eşidibsiniz də. Təbii ki. Molla Vəli Vidadi 1706-cı ildə rəhmətə gedib 100 yaşında. O Molla Vəli Vidadi şair eşidibsiniz də yəqin ki. O Poluda məktəbdə o dərs deyib vaxtı ilə. Bu kəndin tayfaları var, kökləri var. Sadəcə Cinallar, onun əlləfələnlər, Yağuflar, bir neçə də bir 7-8 zad var, kök var. Bu kökdə laf qədimdən əmələ gəlmiş, məskən salmış bir yerdir. Bu vaxtı ilə maldarlıq olub bu kənd, qoyunçuluq olubdur. Elə bir adam olubdur, 1000 qoyunu olub vaxtı ilə. 1000 qoyunu, bəli, elə Mahmud çox olubdur, onun 1000 qoyunu olubdur. Pambıqçılıq olub son zamanları, üzümçülük olubdur. Burada 500-600 hektar üzüm bağı olubdur. Ümumiyyətlə, bu kənd ən gözəl kəndlərin biridir. Ağsaqqalları da yaxşı olubdur, akademiklər də yaxşı olub, alimi də yaxşı olub. Cəmaatın özü də yaxşıdır. Cəmaatın özü də yaxşıdır, sakit cəmaatdır. Özləri əkib, özləri biçib, özləri dolanıb, heç kimə də ehtiyacları olmurdur. Hal-hazırda da yaşayış çox normaldır. Hər kəsin özünün sahəsi var, torpaqlar paylanıb. Hər kəs özünün əkməyi, becərməyi, suvarmağı, yaşamağı da normaldır. Valih baba, Allah Taala sizi kimi ağsaqqalları bizim belə deyək, bizim başımızın üstündən əskik eləməsin. Bax inanın ki, çox gözəl, çox səmimi, çox maraqlı bizə məlumatlar verdiniz. Mən də indi özümə görə azdan çoxdan savadım var. Mən uzun müddət bu kəndin baş mühasibi olmuşam. Neçə il demək, neçə il desəm sizə xoş gələr. Mən üzr istəyirəm. Mən 20 il burada baş mühasib olmuşam. Sonra getmişəm rayonun 20 il baş mühasib olmuşam. Sonra qayıtmışam. Burada yenə 20 ildir baş mühasib olmuşam. 60 il. Bir adam baş mühasib işləyə. Heç kimə pislik eləməyə. 85 yaşında onun yaşı ola. Sənin necə xoşun gələr, gəlməz? Gələr, əlbəttə gələr. Bax, ağsaqqalımızın 85 yaşı var. 60 il mühasib işləyib. Ömrünün 60 ilini baş mühasib işləyib. Baş mühasib işləyib. Ömrünün 60 ilini bu insan rəqəmlərə sərf eləyib. Ömrünün 60 ilini. Bəli, 60 ilini. Və 25 yaşından siz bu 25 yaşında bəli fəaliyyətim. Mən Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını qurtarmışam. Ali təhsilim var. Ondan sonra statistika qabaqçı texnikumunu qurtarmışam. Özdə qırmızı diplomla qurtarmışam. Sonra gələndə deyiblər ki, nə bala, gəl sən mühasibliyi ilə eləmişəm, bu yolla da getmişəm, axıra qədər peşman da deyiləm. Sağ ol, ağsaqqal. Mən çox şad oldum sizinlə tanış olduğuma görə. Çox razıyam, siz də mənə gözəl təəssürat bağışladınız, gedək qonağımız olun. Sağ ol.